58 yaşında kişidir. Hər iki ayağında daha əvvəl bir neçə il öncə genişlənmiş damarlar olduğunu və bu hissədə hətta qaralıb bərkimə olduğunu uzun müddətdir müşahidə etdiyini deyir. Və 2 il bundan qabaq bu xəstə hər iki ayağının damarına görə açıq əməliyyat keçirdiyini deyir. Posttrombotik sindromdur. 10-15 il öncə hər iki ayaqda dərin venoz tromboz keçirdibdi. Həmin dərin venoz trombozun nəticəsi olaraq sonradan yaranmış bir varikozlar olubdu və belə olan halda bu xəstəyə qətiyyən əməliyyat olmaz və olmamalı idi. Bu gün də həmin dərin venaların içərisində keçirdiyi tromba uyğun o bitişmələr deyirik. Hər iki ayağın, bu sol ayağıdır, indi sağ ayağın içərisində həmin o ağ hissələri, bitişmələri görə bilirik, sinerxiyanı görə bilirik. Qısası bu adam əməliyyat olmalı deyildi. Təəssüf ki, dəfələrlə bu hal baş verir. Dərin venoz tromboz olur və xəstəyə deyirik ki, sənə əməliyyat eləmək olmaz. Kimsə qalib deyə bilir ki, mən posttrombotik sindromda dərin venoz tromboz sonrası xəstəni əməliyyat edə bilirəm. Texniki olaraq əməliyyat eləmək çox asan bir şeydir. Məsələ həqiqətən buna ehtiyac varmı? Məsələ bir daha deyirik, əməliyyatı etməkdə deyil, əməliyyatın real zərurətindədir. Həqiqətən ehtiyac var, yoxsa yoxdur. Əks halda bu əməliyyatlar uğursuz olacaqdır.